Azərbaycan xalça sənətinin böyük ustadı Lətif Kərimovun 120 illiyinin qeyd olunmağı heç də təsadüfi deyil. Onun zəngin irsi milli xalçaçılığın inkişafına bu gün də mühüm töhfə verir və Azərbaycan mədəniyyətinin dünyada tanınmasında xüsusi rol oynayır. Lətif Kərimov Azərbaycan xalça sənətinə bir sözlə desək, yenidən həyat vermişdir. Ona yeni nəfəs bəxş etmişdir. Belə ki, o yaradıcılığında daim Azərbaycan xalça sənətinin itib batmaqda olan bir çox ornamentini, müxtəlif elementlərini araşdıraraq, onların əslini, onların nəyi ifadə etdiklərini taparaq öz yaradıcılığında istifadə etmişdir. Görkəmli sənətkarın yaradıcılığı yalnız bədii nümunələrlə məhdudlaşmır. O, həm də Azərbaycan xalça ornamentlərinin araşdırılması, sistemləşdirilməsi istiqamətində mühüm elmi irs qoyub. Xalça sənətində öz əməyini hər zaman vermiş və bu gün Azərbaycanda xalça sənətinin yaşanmasında böyük əməyi olan Lətif Kərimovun 120 illik yubileyi keçiriləcəkdir. Lətif Kərimovun Azərbaycan xalçaçılığının məhz yaranmasında demək olar ki, çox böyük rolu vardır. Yəni Azərxalçanın, Azərilmənin bu gün fəaliyyətində eyni zamanda bütün Azərbaycan naxışlarının demək olar ki, ərsəyə gəlməsində, toxunmasında, məhz yaşanmasında Lətif Kərimovun çox böyük rolu vardır. Bu gün də xalçaçılıq ənənələri usta sənətkarların qoyduğu yol əsasında inkişaf etdirilir, milli ornamentlər qorunaraq yeni nəsillər aşılanır. Alimin bu gün də Azərbaycan xalça sənətində qoyduğu yol, cığır danılmazdır. Və bildiyimiz kimi məhz bu sənətə də Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilmişdir. İmzalanan dövlət sənədi Lətif Kərimovun zəngin irsinin daha geniş şəkildə təbliğinə və Azərbaycan xalça sənətinin beynəlxalq miqyasda tanınmasına yeni töhfələr verəcək. Tərlan İbrahimova, Murad Əliyev, Rəşad Əkbərov, NTV Xəbər.